Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya vəl mürsəlin nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əbi Hüreyrə Abdurrahman ibn Sakhr yuhaddis ennehu semi'a Rasulullah sallallahu aleyhi və sellem yəqul: "Ma nahaytukum anhu fajtanibuh və ma amartukum bihi fa'tu minhu mastata'tum. Fa innama ahlakallazina min qablikum kathratu masailihim və ixtilafuhum alə anbiya'ihim." Ravahul Buxari və Müslim. Əbu Hüreyrə Abdurrahman ibn Sakhr radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim ki, o belə deyir: "Mə nəhəytukum anhu fəştənibuh." Sizə nəyi nəhy edirəm, ondan çəkinin. "Və mə əmərtukum bihi fə'tu minhu məstata'tum." Və sizə nəyi əmr edirəmsə, ondan bacardığınız qədər ona əməl edin. "Fə innəmə əhləkəllədinə min qablikum kəthratu məsailihim." Və sizdən əvvəlkilərin həlakına səbəb çoxlu sual və ixtilafhum alə ənbiyahim və peyğəmbərləri barəsində olan ixtilaflar olmuşdur. هذا الحديث يرسم طريقا واضحا للمسلم يسير عليه، وسبب الحديث كما جاء في رواية مسلم أن النبي صلى الله عليه وسلم قال: "أيها الناس إن الله كتب عليكم الحج فحجوا." Bu hədis müsəlmana seyr edib gedəcəyi açıq aydın bir yolu göstərir və bu hədisin səbəbi nədir? Rəvayətinin Müslimdə rəvayət olunan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Ey insanlar, İnnallaha kətəbə aleykumul həcc." Ey insanlar, Allah sizə həcci vacib etdi. Fəhuccu, həcc edin. Fəqamə rəculun minəl hadirin və qalə: "Ya Rasulallah, əkullə amin." Və orada olan kəslərdən biri, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verir və buyurur ki: "Ey Allahın Rasulu, hər ilmi?" Fəsəkədə anhu Rasul sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu sualın cavabında cavab vermir, yəni sakit durur. ثم عاد صلى الله عليه وسلم: "Ya eyyuhan nas, innallaha ketebe aleykumul hacce fehujju." Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, ey insanlar, Allah Subhanahu taala sizə həcci vacib edibdir və həcc edin. Faqama ar-raculu və aada sual marra thalitha. Və həmin bu kişi yenə sualını təkrarən verir ki, yəni hər ilmi. Faqala Nəbi sallallahu əleyhi və səlləm: "Law qultu na'am la wajabat." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər mən bəli desəm, vacib olacaq. Yəni kulli sənə, yəni hər il vacib olacaq. Və ləməstata'tum. Amma siz isə bunu bacarmayacaqsınız. Li'annəl həccə yəhtacu ilə səfərin və yəhtacu ilə təkalif və yəhtacu ilə quvvə bədəniyyə. Çünki həcc etmək üçün səfər etmək lazım və insanın maddiyyatı lazımdır və bədəninin gücü, qüvvəsi lazımdır. Fəlidəlikə ləm yucibullahu cəllə və alə illə mərrətən vahidə fil umri. Və ona görə də, yəni bu səbəblərdən Allah Subhanahu taala onu sizə bir dəfə vacib edib. Yəni ömründə bir dəfə. Thumma qala sallallahu alayhi və səlləm: "Zaruni ma taraktukum." Yəni la təsəlu an əşya lam tu'maru biha. Yəni Peyğəmbər sallallahu alayhi və səlləm buyurur ki, yəni mən sizə əmr etmədiyim, mənim sizə əmr etmədiyim şeylər barəsində sual verməyin. Ma umirtum bihi fef'aluhu. Nəyi əmr edirəm, onu edin. Və ma nuhitum anhu fajtanibuhu. Və sizi nədən çəkindirirəm? Ondan çəkinin. Əmmə ən təsəlu əmmə ləm tu'məru bihi fəhədə leysə min salihikum. Yəni o şeylər ki, barəsində sual verirsiniz, hansı ki, onu sizə əmr etməmişəm, bu sizin məsləhətiniz üçün deyil. Mə əmərtukum bihi fə'tu minhu məstata'tum. Və sizə nəyi əmr edirəm? Onu bacarınız qədər edin. Və hədə min rəhmətilləhi əzzə və cəllə ən yətiyəl insanu minəl əvamiri bimə yəstati'ə. Bu da Allah Subhanahu taala'nın rəhmətindəndir ki, insan əmrlərdən nəyi bacarır? Bacardığı qədər edir. وَالَّذِي لَا يَسْتَطِعُ يَسْقُطُ. Və insanın bacarmadığı iş ondan düşür. Qala Teala: "Fettaqu Allaha mastata'tum." Və Allah Subhanahu taala buyurur ki, Allahdan bacardığınız qədər qorxun. La yukellifullahu nefsen illa vus'aha. Allah Subhanahu taala yəni heç kəsi bacarmadığı yüklə yükləmir. فَمَسْتَطَعُهُ الْإِنسَانُ مِنَ الْوَاجِبَاتِ الدِّينِيَّةِ فَإِنَّهُ يَفْعَلُهُ. İnsan dindən vacib olan şeylərdən bacardığı qədərini əməl edir. وَمَنْ لَمْ يَسْتَطِعْ فَإِنَّهُ يَسْقُطُ عَنْهُ حَتَّى يَزُولَ عُذْرُهُ. وَهَذَا مِنْ يُسْرِ هَذِهِ الشَّرِيعَةِ وَرَفْعِهَا لِلْحَرَجِ عَنِ النَّاسِ. Bacarmadığı isə insana, əgər üzürlüdürsə onu etmir, ona üzr olur. وَهَذَا مِنْ يُسْرِ هَذِهِ الشَّرِيعَةِ. Bu da şəriətin asanlığındandır və insanlardan çətinliyi qaldırmaqdır şəriətin. قَالَ وَمَا نَحَيْتُكُمْ عَنْهُ فَاجْتَنِبُوهُ. Və sizin nədən çəkindirirəmsə ondan uzaq durun. أَمَّا الْمَنْهِيُّ عَنْهُ فَإِنَّهُ يُجْتَنَبُ كُلُّهُ. Ancaq nəhy olunan şeylər burada bacardığın qədər yox. Burada çünki nəhy olunan şeyin bütünlüklə çəkinmir. لِأَنَّ التَّرْكَ أَسْهَلُ مِنَ الْفِعْلِ.
Çünki tərk etmək əməl etməkdən asandır. Əl-fi'lu tə'ti minhu mə təstəti'. Yəni feil nədir? Bacardığın qədər edirsən. Amma tərk fədə la hədə ya'cuz anhu. Tərkə isə heç kəs aciz deyil nə isə tərk eləməyə. Lənnə tərkə əshəl. Çünki tərk etmək nə isə asandır. Və lihədə qalə mə nəheytukum anhu fəşənibuh. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, sizə nəyi nəhy etmişəmsə, nədən çəkinirəmsə, ondan çəkinin, onu tərk edin. Və ləm yəqul ictənibu məstəda'tum. Peyğəmbər sallallahu əleyhi və səlləm demədi ki, yəni bacardığınız qədər çəkinin. Bəl qalə fəştənibuhu. Əksinə dedi ki, ondan çəkinin. Kullu vahidin yəstəti' ən yətruka əl-mənhi. Hər bir kəs nəhy olunan bir şeyi tərk eləməyi bacarır. Allahumma illə fi halətid darura. Yalnız zərurət hallarından başqa. İzə tura ilə əl-mənhiyə anhu fəinnəhu yəf'aluhu min bəbir ruxsa. Yəni ola bilər ki, insan üzürlüdür, o rüxsət babından onu eləyir. Mitlə ən yuttarra ilə əklil meytə fəinnəhu yətənəbəluhu liyubqa alə həyatihi. Yəni insanın zərurət halında haram olan bir şeyi yeməsi kimi ona rüxsət vardır. Thumma innehu hazzara min kəfrətil əs'ilə əlləti la yuhtacu iləyhə min umur din. Sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləm yəni din üçün faydalı olmayan, din işlərində ehtiyac olmayan suallar verməkdən çəkindirdi. Və darabə lidəlikə məsələn bil uməmi səbiqə və keçmiş ümmətlərdən olan bir misal çəkdi. Fəənnəhu izə kəthurət əs'ilətu fəinnəhu heynə izin yəhsulul harac və dıyiq alən-nəs. Çünki suallar çoxaldıqca insanlara çətinliklər, sıxıntılar hasıl olur. وبالتالي هذا الذي يكثر السؤال يترك الطاعة. قال تعالى يا أيها الذين آمنوا لا تسألوا عن أشياء إن تبد لكم تسؤكم وإن تسألوا عنها حين ينزل القرآن تبد لكم وعافى الله عنها والله غفور حليم قد سألها قوم من قبلكم ثم أصبحوا بها كافرين. Yəni insanlara çətinlik olur və insanlar nə edir? İtaəti tərk edirlər. Və Allah Subhanahu taala buyurur ki, ey iman gətirənlər, sizə çətinlik yaradacaq şeylər barəsində, xoşlamadığınız şeylər barəsində suallar verməyin. Və sonra növbəti ayədə buyurur ki, yəni qad sa'ala qawmun min qablikum. Sizdən əvvəlki qövmlər bunun suallar vermişdilər bu cür. Thumma asbahu biha kafirin. Və sonra isə kafir oldular. Fa takallufu fi al-as'ila mad'atun ila at-tark və at-tanattu'. Ma umirtu bihi fa'ti minhu ma tastati'. Yəni artıq verilən suallar, yəni gətirib itaətsizliyə çıxardı. Lazım gəlir ki, insan əmr olunan məsələlərdə bacardığı qədər eləsin. Və mə nuhiyyət ənhu fəştənibu. Və nədən nəhy olunmuşsa ondan çəkinsin. Və mə aleykə illəl-ittibə fəqat. Sənə lazım olan tabi olmaqdır. Yəni, sualları çoxaltmaq yox. Və lə tə'ti bi əşyə min indik. Yəni, özündən məsələlər gətirmə. Əv təftarid əşyə. Hədə minət-təqdim beynə yədeyilləh və rasulihi. Yəni, lazım gəlmir bu şeylər, çünki o Allah və Rasulunu qabaqlamaqdır. Və Allah Subhanahu taala buyurur ki, ya eyyuhəl-ləzīnə əmən lə tuqaddimu beynə yədeyilləh və rasulihi. Ey iman gətirənlər, Allahı və Rasulunu qabaqlamayın. Lə təqul limədə ləm yucibullah kəzə. Demək ki, nəyə görə Allah taala bunu vacib eləməyibdir? Limədə ləm yuharrimullah kəzə. Bir şeyi, filan şeyi Allah Subhanahu taala haram etməyibdir. Lə təsəl mitlə hədə sual. Yəni, bu suallar kimi suallar verməkdən çəkin. Allah Subhanahu taala faydalı olmalıdır.